Kökləri x kvadrat çıxaq px üstəgəl q bərabər 0 kvadrat tənliyinin köklərindən 2 vahid böyük olan çevrilmiş kvadrat tənliyin əmsallarının cəmi 8 olarsa p üstəgəl q cəmini tapın. Fərz edək ki, x kvadrat çıxılsın px üstəgəl q bərabər 0 tənliyinin kökləri x1 və x2'dir. Biz kökləri bunlardan 2 vahid böyük olan, deməli biri x1 üstəgəl 2, digəri x2 üstəgəl 2 olan tənlik qrup, həmin tənliyin əmsallarını cəmləsək müsbət 8 alarıq. Yəni birinci həmin tənliyin əmsallarına nə yazmalıyıq, onu təyin edək. Bunun üçün ilk olaraq tənliyin köklərini cəmləmək lazımdır. Buradan alırıq x1 üstəgəl x2 üstəgəl müsbət 4. x1 ilə x2'nin cəmi əvvəlki çevrilmiş kvadrat tənlikdə Viet teoreminə görə müsbət p'yə bərabər olmalıdır. Buradan p üstəgəl 4 aldıq. Sonra bunları eyni zamanda vurmaq lazımdır. x1 üstəgəl 2 vurulsun x2 üstəgəl 2 bərabərdir. x1 x2 üstəgəl 2 vuraq x1 üstəgəl x2 üstəgəl 4. Bərabər köklər hasili yenə əvvəlki tənliyə əsasında q yazırıq. Köklər cəmini də p yazırıq. Olur q üstəgəl 2 p üstəgəl 4. Demək köklər hasilini tapdıq. Köklər cəmini tapdıq. İndi həmin tənliyi qura bilək. Tənlik x kvadrat. Əgər cəm p üstəgəl 4-dürsə yazmalıyıq çıxaq p üstəgəl 4 x üstəgəl q üstəgəl 2 p üstəgəl 4 bərabər 0 şəklində. Bu deməli həmin əmsallarını axtardığımız kvadrat tənlikdir. İndi həmin o kvadrat tənliyin də biz əmsallarını cəmləməliyik. Gəlin indi əmsalları cəmləyək. 1 üstə gələk mənfi p üstəgəl mənfi 4 üstəgəl q üstəgəl 2 p üstəgəl 4 bərabər 8 olmalıdır. Buradan sadələşdirərik. Mənfi 4 ilə müsbət 4 gedir. P'dən 2P'dən P'ni çıxanda alınacaqdır. P üstəgəl q bərabər 8-dən də 1 çıxırıq. Cavabımız olur 7.